الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له فمن يضلله فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله واطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وأنزلنا إليك الذكر لتبين للناس ما نزل إليهم ولعلهم يتفكرون صدق الله العظيم. Möhtərəm müminlər, değerli kardeşler, İslamiyet, İslam dini geldiği günden bugüne kadar İslam kenarı, İslam düşmanı bazı kuvveler, bazı insanlar, değerli kardeşler, her zaman çalışmıştılar ki İslam'ı parçalasınlar ve İslam'ı məhv yok eləsinlər. Bundan ötəri fərqli hilələr, fərqli fitnələr, fərqli taktikalardan istifadə edərək ortaya ister kenardan, isterse de Müslümanların içerisinden cürbəcür hilələr, fitnələr, oyunlar ortaya çıkartmıştılar. İslam'ı parçalamaktan ötəri, İslam'ı yıkmaktan ötəri. Misal olarak bunlardan biri İslam dininin sadece olarak Hicaz coğrafiyasına, Arap coğrafiyasına geldiğini insanlara dünyaya çatdırmaq ve diğer coğrafyaları maraqlandırmadığını söylemek fitnesi veya İslam dininin tarixlə əlaqəli olan bir din olduğu, yani 1400 il bundan əvvəlki tarixə, o zaman gelen insanlara ait bir din olup, bugünkü əsrimizə ehtiyac yoktur, bugünkü əsrimizi öhdələmir şeklinde fitneler veya mezhepler arasındaki bazı küçük farklılıkları büyüdüp, şişirdip, mezhepler arasındaki, gruplar arasındaki insanlar arasında küskünlüğe, əlaqə kesmeye, hatta qanun belə tökmeye çatdıracaq seviyede bu şekilde farklı taktikalardan, farklı hilelerden istifadə edirlər. Kökü biraz geçmişe dayansa da, biraz daha son dövrlerde, son illerde körüklenen bu köhne fitnelerden, köhne hilelerden, taktikalardan İslam'ı parçalamak məqsədiyle olan taktikalardan biri de değerli kardeşler, Kur'an'la yetinmek taktikasıdır. Sünnete gerek yoktur. Kur'an bize yeter diyen insanların ortaya çıktığı bir zaman değil. Bugünkü hutbemizde inşallah Hz. Peygamberimizin sünnetinin dindeki yeri, sünnetin dindeki ehemmiyetinden bahsedeceğiz. Niye mövzunu gündeme getirdik? Çünkü dediğim kimi dünyanın muhtelif yerlerinde böyle insanlar olduğu kimi kardeşler, pislik her zaman tez yayılır. Ölkəmizdə də, bizim ölkəmizdə də Kur'anla yetinmək lazımdır. Hədislərə veya sünnətə etibar eləməyən, gereksiz kimi görən insanları artıq yavaş-yavaş görməkdəyik. Bizim ölkəmizə də sıçrayır. Bu barədə sizə məlumat verib bilgiləndirmək istəyirik. İnşallah diqqətlə mövzumuz əhəmiyyətli bir mövzudur. Dinləməyə çalışalım. Kur'an'ın insanlar tarafından anlaşılıp izah edilebilmesi ve onların hayatında tatbik edilmesi hususunda ilk ve en ehemmiyetli rol Hz. Peygamber aleyhisselama aittir. Bu noktada sünnet Kur'an'ın açarı mahiyetindedir. Sünnet Kur'an'ın açarı mahiyetindedir. Bu hakikati Kur'an-ı Kerim'de de açık şekilde görmekteyiz. Nehl suresinin 44. ayesinde Uca Rabbimiz buyurur ki, Sənə də Kur'an'ı nazil ettik ki, insanlara, onlara göndəriləni, hükümləri, halal haramı izah edəsən və bəlkə onlar da düşünüb dərk edərlər. Ayədən də anlaşıldığı kimi sünnet Kur'an'ın zəruri, en ehtiyaclı bir açıklaması ve onun hayata tatbik metodudur. Buna göre de Müslümanlar Allah'a nece itaat ederlerse eyni onun Resuluna da itaat etmek mecburiyetindedirler.
Kur'an Allah Resuluna ve onun sünnetine uyma hususunda hiçbir Müslümanı serbest, öz başına bırakmamıştır. Bu ayədə mövzunun əhəmiyyətini açıq və qəti bir şəkildə ortaya qoymaqdadır. Əhzab surəsinin 36-cı ayəsində Rəbbimiz Teala buyurur ki, Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman, Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mümin kişiyə və mümin qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allah'a və onun Peyğəmbərinə asi olan kəs şübhəsiz ki, haqq yoldan açıq, aydın azmışdır. Buradan bu nəticəyə gələ bilərik ki, qardaşlar, sünnət Kur'an'dan sonra İslam'ın ikinci təməli, əsası, hökm qaynağıdır. Bu səbəblə heç bir Müslümanın Kur'an'ın tərcüməsi və açıqlayıcısı mahiyyətində olan sünnətdən uzaq qalması, sünnəti gərəksiz kimi görməsi, əhəmiyyətsiz kimi görməsi əsla mümkün deyildir. Hz. Peyğəmbərimizin sünnəti Kur'an'ın həyata tətbiq edilən şəklidir. Yəni, Peyğəmbərimiz əleyhissalam Kur'an'ın canlı, yaşayan şəklidir. Tarix boyunca İslam düşmənləri İslam'ı dağıtmaq üçün cürbəcür hilələrə, taktikalara əl ataraq, fərqli fitnələr ortaya çıxardaraq, İslam'ı bəzən çöldən, bəzən də içindən parçalamağa, yıxmağa çalışmışdılar. Bu, həm bugün də davam etməkdədir, fərqli şəkillərdə də olsa. Məsələn, qardaşlar, İslam alimlərinə düşmənlik İslam'ı pozmaq planının ilk parçasıdır. İslam alimlərinə düşmənlik İslam'ı parçalamaq planının ilk parçasıdır. Sünnət düşmənliyi isə İslam'ı pozmaq planının ən təsirli parçasıdır. Kim sünnətə qarşı çıxırsa, sünnətə, hədisə düşmənlik edirsə bilsin ki, İslam'ı pozur, İslam'ı parçalayır deməkdir. Bu insan bunu bilərək də edə bilər, bilmədən də edə bilər. Bu insan bunu bilərək edirsə, belə bir insan xaindir. Bunlar bilə-bilə İslam'ı pozurlar və dindən uzaqlaşırlar. Bilmədən, başqa birinin dediyinə, başqa birinin təsirində qalıb, aldanıb danışırsa, belə insanlar da qafil insanlardır. Hz. Peyğəmbərimiz əleyhissalamın sünnəti nəzərə alınmadan, sünnət göz ardı edilərək İslam anlaşılmaz. İslami hökümlərin demək olar ki 90%-i sünnət qaynaqlıdır. Ona görə də hədisləri inkar etmək və xüsusilə də sünnətə qarşı çıxmaq, sünnəti gərəksiz görmək demək bir mənalı şəkildə İslamın 90%-ni yox saymaq deməkdir. Bu, yəni sünnəti yox saymaq, sünnəti gərəksiz görmək, hədisləri inkar etmək, müsəlmanlara yedirilməyə çalışılan və ya müsəlmanlara yeridilməyə çalışılan bir müstəşrik fikridir. Müstəşrik, yəni İslamı bizim qədər bilən din, İslam düşmənlərinin fikridir. Çox ibrətli və önəmli olan bir məsələni sizinlə paylaşmaq istəyirəm. İngilis misyonerlərinin İngilis hökumətinə verdikləri 27 maddədən ibarət bir raport var, müsəlmanlarla əlaqəli. Deyirlər ki, həmən raportu təqdim edərkən, bu 27 maddədə sayılanları biz müsəlmanların ağlından silməriksə, biz bunların ağlına, qəlblərinə girə bilmərik. Bu maddələr bizim onların ağlına girməmizə mane olur. Bunlardan biri, müsəlmanların ağlından keçmiş alimlərə hörmət fikrini yıxmaq. Müsəlmanların ağlından keçmiş alimlərə hörmət fikrini yıxmaq. Müsəlmanların ağlında, qəlbində keçmiş alimlərə hörmət fikri olduğu müddətcə biz onlara əsla bir şey anlada ya da yeridə bilmərik deyə etiraf etmişdilər. Digər bir maddəsi isə qardaşlar, müsəlmanların çox uşaq sahibi olmaları fikrini yıxmaq. Bu şəkildə daha fərqli fitnələr, daha fərqli hilələr mövcuddur.
Əlimizə sala bilsək o 27 maddəni sizlərlə paylaşa bilərik. Üçünü sizlərin diqqətinizi çatdıracağım. İkisi bunlardır. Üçüncüsü də digəri də. İndi gələk sünnəti kənara atmaq. Sünnət düşmənliyi xüsusuna. Qardaşlar, sünnət göz ardı edilərsə, tətbiqatdan çıxarılarsa, dinin dirəyi olan namaz belə ortadan qalxar. Fikirlərdən, planlardan biri Qur'an yetərlidir, sünnətə gərək yoxdur planı və hədislər xüsusunda müsəlmanları şübhəyə salmaq planı. Qardaşlar, Qur'an-ı Kərimdən sonra dinimizin ikinci qaynağı hədislərdir, sünnətdir dedik. Peyğəmbərimiz əleyhissalamın sünnətləridir dedik. Hədislərin də ən başında gələn Buxari, İmam Buxarinin topladığı hədislərdir. İmam Buxari kimi səhih qaynaqlı, tamamilə səhih qaynaqlı bir hədis kitabında belə müsəlmanları şübhəyə salmağa çalışırlar. Uydurma hədislər, yalan hədislər, zəif hədislər mövcuddur deyə və ya bu hədis doğrudurmu deyə müsəlmanı şübhəyə salmaq və nəticə etibarilə Qur'an yetərlidir, hədislərə, sünnətlərə gərək yoxdur fitnəsi. Raportlardan biri də budur. Qardaşlar, sünnət göz ardı edilərsə, tətbiqatdan çıxarılarsa, dinin dirəyi olan namaz belə ortadan qalxar. Çünki biz namazı Qur'andan deyil, sünnətdən öyrənirik. Biz namazı Qur'andan deyil, sünnətdən öyrənirik. Qur'anda namazın qılınış şəkli ilə əlaqəli heç nə yoxdur. Namazın qılınış şəkli ilə əlaqəli. Öncəki peyğəmbərlərdən bəhs edilərkən bir qiyam kəlməsini eşidirik. Rükû, səcdə kəlməsini görürük. Bunlarla birlikdə bir də namazla əlaqəli. Qur'andan sizə asan olanı oxuyun kəlməsi də mövcuddur. Ən çox bunları görürük. Necə qılınacağını görmürük. Ona görə də Peyğəmbərimiz əleyhissalam məni necə namaz qılarkən gördünüzsə o şəkildə namaz qılın deyə buyurmuşdur. Çünki Qur'anda namazın necə qılınacağının açıqlaması yoxdur. Ona görə qardaşlar, sünnəti rədd edən, sünnəti gərəksiz görən bir insan bildiyimiz namazı dahi rədd edər. Namazı dahi gərəksiz görməyə başlayar. Ancaq sünnət məni maraqlandırmaz, sünnətin nə əhəmiyyəti var deyib, sadəcə Qur'ana baxan insanlardan şəkil etibarı ilə də olsa namaz qıldığını görə bilərsiniz. Bildiyiniz kimi, Qur'an-ı Kərimdə namaz üçün salət kəlməsindən istifadə olunur. Salət yalvarıb yaxarmaq deməkdir. Sadəcə Qur'an mənə yetər deyənlərdən biri deyə bilər ki, və ya bəzən dedikləri zamanda olur ki, madəm ki salət yalvarıb yaxarmaqdır, mən də ömrümdə 3-5 dəqiqə əl açar yalvararam, beləliklə də salət əmrini yerinə yetirmiş olaram. Qardaşlar, gördüyünüz kimi, sünnət ortadan qalxdığı təqdirdə namaz belə ortadan qalxır. Dinin dirəyi namaz belə ortadan qalxa bilir. Elə isə unutmayın ki, sünnət düşmənliyi İslamı ortadan qaldırma planıdır və bu planların ən təsirlisidir. Bunu da əlavə edək ki, sünnət məni maraqlandırmaz. Sünnətə nə ehtiyac var, nə gərək var? Fikri insanı, yəni müsəlmanı dindən çıxarar. Onun üçün sünnət önəmli deyil deyən və ya deyəcək olan insanlar bunu gözə alsınlar. Dindən çıxmağı, yəni kafir olmağı gözə ala bilirlərsə, dindən çıxmağı əhəmiyyətsiz görürlərsə, istədiyini edə bilər, istədiyini də deyə bilər. Amma bir müsəlman din nöqtəsində həqiqətən həssasdırsa, həqiqətən Qur'ana bağlıdırsa, sünnəti də əsla kənara ata bilməz. Çünki bu dinin, bu şəriətin iki qaynağı var. Bir, Qur'an-ı Kərim, iki də Peyğəmbərimizin sünnəti, hədisləri. Düşünün ki, qardaşlar, səhabələr Həzrəti Peyğəmbərin sünnətinə, sözlərinə, hədislərinə o qədər əhəmiyyət verirdilər ki, Həzrəti Peyğəmbərimizin zarafatlarını dahi ciddiyə alırdılar səhabələr. Ciddi əmirlərinin yeri zaten ayrı idi. Zarafatlarını dahi ciddiyə alırdılar. Ən məşhur səhabələrdən olan Əbu Hüreyrənin əsl adını bilən demək olar ki, yoxdur. Həzrəti Əbu Hüreyrənin əsl adı Abdurrahman idi. Həzrəti Peyğəmbər əleyhissalam ona zarafatla Əbu Hüreyrə dedi deyə səhabələr də Abdurrahman ismini unutmuş, aralarında Peyğəmbərimizin zarafatla dediyi Əbu Hüreyrə ismi məşhur olmuşdu.
Bundan alacağımız kardeşler ders budur ki, Peygamberimizin ciddi emirleri sahabe için məlumdur, dindir, baş üstündədir. Bu bir tərəfə, zarafatları dahi sahabe için əməl səbəbi olmuştur. Kur'an-ı Kerim'de Hucurat suresinin ilk ayelerinde Rabbimiz deyir ki, Allah ve Resulundan öne keçmeyin, Allah'tan korkun. İkinci ayette de deyir ki, birbirinizle yüksek sesle danıştığınız kimi Resulullah'ın yanında sesinizi yükseltmeyin. Belə edersinizsə özünüzle bilmeden əməlləriniz boşa çıxar, əməlləriniz puça gedər. Hədisdə də Peygamberimiz Aleyhisselam belə buyurur. Kardeşler, bugün bu sözü deyəcək insanları əvvəlcədən xəbər verir. Mənim əmr etdiyim veya qadağan etdiyim bir mövzu özüne çatdıkta, aman sizden birini oturduğu yere söykənerek bizi başka şey maraqlandırmır. Allah'ın kitabından ne görəriksə ona uyarıq o qədər deyərkən görməyim deyə xəbərdarlıq eləyir. Kur'an yeter, başka şey bizi maraqlandırmır. 1400 il əvvəlcədən Peygamberimiz Aleyhisselam belə insanları bizə xəbərdarlıq eləmişdi. Değerli din kardeşlerim, uzun sözün kısası, sünneti kenarlaştırmak, Hazreti Peygamber'in sünnetini kenara atmak, gereksiz, ehemmiyetsiz görmek, İslam'ı kenara atmaktır. Ve unutmayın ki, sünnet vehiydir. Çünkü hikmet vehiy kimi indirilmiştir. Kur'an-ı Kerim hikmeti indirdiğini söylüyor. Hazreti Peygamber'in de hikmeti öğrettiğini, tebliğ ettiğini söylüyor. Bu hikmet sünnettir. Sünnet dinimizin merkezinde olan iki ünsürden, iki kaynaktan biridir. Sünnet göz ardı edildiği, tetbik olunmadığı zaman İslam pozular. Son olarak bir hadis-i şerifte aziz Peygamberimiz buyurur ki, salih əməlləri işlemeye çalışın. Yakında zil karanlıklar kimi fitneler olacak. O kadar ki, insan evine mümin girecek, seher vakti kafir çıkacak. Seher vakti mümin çıkacak, akşam evine kafir olarak dönecek, bunu his bile etmeyecektir. Buna göre aziz kardeşler, insandan olan şeytanlar, bazı bərbezekli kelimelerle, zaten şeytan əməlləri bəziyerek insanları aldadır. Bazı bərbezekli kelimelerle, güzel, maraqlı sözlerle, söhbətlərlə ve derslerle, hilelerle insanı fərqində olmadan, hiss eləmədən dinin çölüne, dinden çıkartmaya çalışırlar. Bu hususda çok dikkatli olmak lazımdır. Bu hilelerden, fitnelerden biri de dediğimiz gibi sünnetin reddi, sünneti ehemmiyetsiz görme meselesidir. Dinden çıkmak istemeyen, Allah'ın qəzəbinə uğramaq istemeyen bir Müslüman sünnet ve hadis meselesine dikkat eləsin. Dilini ve hareketlerini sünnet ve hadis barəsində qorusun. Sonda da, son sözümüzü de Hazreti Ömer radıyallahu anh'ın ifade ettiği teslimiyet kelimeleriyle nöqtələyək. Biz Rəbb olarak Allah'tan, din olarak İslam'dan, Peygamber olarak da Hazreti Muhammed'den memnun ve razıyıq. Ələ inne ahsenel kelam ve eblegan nizam, kelamullahil melikil azizil allam, kema qala Allahu Teala ve tebareke